Yəqin ki, haqqında Lenin qədər çox yazılan ikinci bir adam yoxdur. Hələ Sovet vaxtı Leninin Tərcümeyi Halı adlı 12 cildlik kitab hazırlanıb. Həyatının ən xırda detalları, hər günü, bəlkə də hər saatı təsvir edilib. Buna baxmayaraq cəmiyyətdə onun şəxsiyyəti və fəaliyyəti ilə bağlı konsensus yoxdur. Küçəyə çıxıb adamlardan soruşun, Lenin kimdir? Almaniyanın agenti, qan içən cəllad, yerdən çıxmış göbələk və s. deyəcəklər. Təbliğata və son 30 ilin anti-təbliğatına baxmayaraq cəmiyyət hələ də Leninin nə demək olduğunu anlamayıb. O, 1879-1887-ci illərdə təhsil aldığı Simbir gimnaziyasını qızıl medalla qurtarır. Daha sonra Kazan Universitetinin hüquq fakültəsinə daxil olur. Tələbə hərəkatına iştirak etdiyi üçün universitetdən xaric olunur. 1889-cu ildə Lenin Sankt-Peterburq Universitetindən imtahandan keçir. Buranı qurtardıqdan sonra proletarların hüquqlarını müdafiə edən vəkil kimi fəaliyyət göstərir. 1895-ci ildə paytaxta qayıdıb, İşçi sinifinin azadlığı uğrunda mübarizə ittifaqı adlı cəmiyyət formalaşdırır. 1895-ci ilin dekabrında Lenin tutulur və 3 il müddətinə sürgün olunur. Türmədə olduğu müddətdə yazdığı materiallar əsasında Rusiyada kapitalizmin inkişafı adlı kitab yazır. Bir neçə məqaləni tərcümə edir və onlar üzərində işləyir. Sürgündə olduğu müddətdə o 30-dan artıq iş yazır. 1900-cü ildə Leninin sürgünlük müddəti başa çatır. Elə həmin il o Rusiyanı tərk edir. Mühacirətdə olduğu müddətdə Marksizmi təbliğ edən İskra qəzetinin əsasını qoyur. 1901-ci ilin dekabrında bu qəzetdə Lenin ləqəbi ilə ilk məqaləsini nəşr etdirir. 1905-1907-ci il inqilablarının məğlubiyyəti onun inqilabi fəaliyyətini heç də zəiflətmir. Əksinə sonrakı yazılarında inqilabi ruhunu daha da artırır. 5 may 1912-ci ildə ilk legal bolşevik qəzeti olan Pravdanın ilk nömrəsi çıxır. Onun baş redaktoru faktiki olaraq Lenin idi. 2 il müddətinə Pravda qəzetində Leninin təxminən 270-ə qədər məqaləsi və fikirləri nəşr olunur. 1917-ci il fevral inqilabından sonra Almaniya hökuməti Leninə və bir qrup partiya silahdaşı ilə birlikdə İsveçrədən çıxıb Almaniya vasitəsilə keçməsinə icazə verilir. Ona və silahdaşlarına vaqonu sərhəddə qədər tərk etmək qadağan olmuşdu. Həmçinin Alman hakimiyyəti çox gözəl bilirdi ki, Lenin kimdir və onun ideyaları qanlı vuruşmanı davam etdirmək niyyətində olan Rusiya üçün necə sosial partlayışa səbəb ola bilər. Məhz buna görə Almanlar Leninə öz ərazilərindən sərbəst keçməyə icazə vermişdilər. Lenin Rusiyaya 3 aprel 1917-ci ildə çatır. Növbəti gün 4 apreldə Lenin bolşeviklər qarşısında məruzə ilə çıxış edir. Bu çıxış tarixə aprel tezisləri kimi düşür və burada burja demokratik inqilabdan fəhlə sosialist inqilabına keçid haqqında öz fikirlərini ifadə edir. Rusiya Sosial Demokrat Fəhlə Partiyasının idarə etməsini öz üzərinə götürən Lenin bu planı reallaşdırır. 24 oktyabr 1917-ci ildə Lenin Simolni şəhərinə gəlir. O vaxtki Petrograd Şurasının sədri Trotski ilə birlikdə inqilabi oyanışın birbaşa rəhbəri ilə məşğul olmağa başlayır. Noyabrın 7-sində Lenin müvəqqəti hökumətin devrilməsi haqqında müraciət imzalayır. Elə həmin gün keçirilmiş Sovetlərin 2-ci Ümumrusiya qurultayında sülh, torpaq və kəndli fəhlə dövlətinin başda Lenin olmaqla Xalq Komissarlar Şurasının qurulması haqqında Leninin dekreti qəbul olunur. Sülh haqqında dekret əsasən Lenin dünya müharibəsindən çıxmaq lazım idi. Solçu kommunistlərin və Trotskinin etirazına baxmayaraq Lenin Almaniya ilə 3 martda Brest sülh müqaviləsini imzalamağa nail olur. O Kremldə yaşayır və fəaliyyət göstərir. Sosializmin qurulması yolunda öz proqramlarını yerinə yetirməyə başlayır. 1918-ci ilin 30 avqustunda Leninə onun ağır yaralanması ilə nəticələnən sui-qəsd təşkil olunur. Lenin ölkədə ateist dünya görüşünün olmasına və tək partiyalı sistemin əsasını qoymuşdu. Beləliklə, Lenin dünyada ilk sosialist dövlətinin əsasını qoyur. Tezliklə Leninə qarşı olan sui-qəsd özünü göstərir və Lenin 21 yanvar 1924-cü ildə saat 6:50-də Moskva ətrafı mülki olan Gorkidə vəfat edir. 23 yanvarda Leninin cəsədi Moskvaya gətirilir. Rəsmi vida mərasimi 5 gün gecə-gündüz davam edir. 27 yanvarda Leninin balzamlanmış cəsədi arxitektor Şusevin inşa etdiyi mavzeleyə qoyulur.